Belə bir maraqlı funksiya sualının həllinə baxaq. Y bərabər kx üstəgəl b xətti funksiyasının qrafikinə görə k-3b ifadəsinin qiymətini tapın. Məsələni həll etmək üçün ilk öncə funksiyaya aid olan nöqtələri müəyyən etməyə çalışaq. Gördüyümüz kimi bu iki nöqtə funksiyanın qrafiki üzərindədir. Bu nöqtə 0,3, bu isə 1,0 nöqtəsidir. Bunlar qrafik üzərindədirlər. Əgər bu nöqtələr funksiyaya aiddirsə, o zaman hər birində olan x və y koordinatlarını mən burada gətirib y və x-in yerinə qoya bilərəm. Yəni 0,3 nöqtəsindən istifadə edib yazmaq olar ki, 3 bərabər k vurulsun 0 üstəgəl b, yəni buradan da b bərabər 3 alınır. Yəni alırıq funksiyamız y bərabər kx üstəgəl 3 şəklindədir. İkinci olaraq bizə 1,0 nöqtəsi verilib. Bundan da istifadə etsək, y-in yerinə 0 qoyarıq. 0 bərabər k vurulsun 1 üstəgəlsin 3, b-nin qiymətinin 3 olduğunu bilirik. O zaman k bərabər -3 əldə edərik. K çıxı 3b-ni tapmaq üçün -3 çıxılsın 3 vurulsun 3-ün qiymətini tapmaq lazımdır. K-nın yerinə -3, b-nin yerinə 3 qoyduq. Bunun da qiyməti -12-yə bərabərdir. Doğru cavabımız B variantı.